Annem her işin uzmanıdır. Evi temizlediğinde her yer ışıl ışıl olur ve mis gibi kokar. Osturak özün... Isırmasın. Kandanca da kandan. Bu grupta kozlayan bir tane mən idim. Osturak bilirdi. Mr. Muscle bildiğiniz temizlik gücünü şimdi Glade'in eşsiz kokularıyla birleştirdi. Mr. Muscle Glade. 2 uzmanın gücü bir şişede. Diyorum ki ambalaj atıkları ayrı toplanmış Mehmet Bey. Müzəffər, daşşaq üstə bitən tük kimi mənası ifadələr işlədirəm. Elə ifadələr işlədirəm ki, o ifadələr mən işlədəndə yenə bu daşşaqdan tükü çəkib yanırlar belə. Cam ambalaj atıklarını ne yapıyorsunuz? Ay götəmən, TH kardalını udub, kubok qazanmadı, osturak. Size ve apartmanınıza geri dönüşüme verdiğiniz destekten ötürü yürekten Nafədə gəlib qayıracam. Konkret poxçuna düşmüşəm. Götümü yığıram, başım gedir, başımı yığıram, götüm gedir. Göt bilət. Səssiz osturduq da üstüvə. Zart. Zart. Rahmetli hep bizi böyle bir arada görmek isterdi. Sağken göremedi. Ölümü neymiş kısmet. Ne iyi adamdı. Kayınpeder demezsin. Babamdan yakındı bana. Mənə nasıl yoxdur ki, bilmirəm, evdə oturub baxaram, uzana çayını içəsə, evdə çay var. Qəlyan da o silahlar baxsa, göt gündə yıxırlar, çatırlar. Ya, bir de arsa vardı. Amma sədə elə e-mailim ondadılar da. Burada hansısa tupo işləyir, yəni bilmirəm. Üçüncü dəfə də başladım, dedim gicdirlər. Oturum var da, anavız kimi, başlanğın və oturum. Göt deşiyindən danışmıram. Elə danışıram ki, sən göt deşiyini böyüdürəm belədir. Yo, oturub 10 ili gözləyəm. Mən çatıram, peysəli götürürəm. Düşürdüm, yığaram. O son dəqiqəyə çatıram da bomboşlayıb. Eləsə təklif edirəm ki, futbola götündən baxasan. Çünki nə qədər götündən baxsan belə sofaskordan yaxşıdır. Baba, iftara ne istersin? Akşam da yaxşı. Qəlyan olsaydı. Benim oyuncağım. Ya benim oyuncağım. Hayır benim oyuncağım. O Ya benim oyuncağım. Ben onu istiyorum. Ay dal boya, bu oyunu bəyənmirsən, iradını bildir də bizim kimi də. Mən çıxdım, nə bilim nə. Götürə başıva yaxırsan, amma sonra bir pox da yeyə bilmirsən. Nə bilim, heç hesabı yoxdur da bizdən gedən oyuncuların. Bir dənə Antoni'dir, Dantoni'dir, nə bilim Daltoni'dir. Onu çıxartmışsınız, vermişsiniz La Liga'ya. Premier Liga'dan La Liga'ya oyuncu vermişsiniz. Özdə Real'a, Barcelona'da, Atletico'ya, Bilbao'ya da yox. 7'də 8'də gedən orta bab bir komandaya. Vermişsiniz ona, hə.
Səssiz osturduq da üstüvə. Təzə bir liqa yaradacaqlar da, Osturanlar liqası, orada oynayacaqlar. Baba gel. Gel otur, dinlen biraz. Kendini düşünmeyenleri sen mi düşüneceksin baba? Dur, ben sana bir su getireyim. Çiğavek bağıb gəlir. Fıçı fıçı fıçı. Ne var baba, ne oldu? Gel otur şöyle. Axı ya, dünən yazardın da bunu. Axırıncı yazan sən olmusan. Yazardın da dünən, osturaq bile. Ya bir işləməkdən götüm zırılı böyle var yaxınlarında, götüm ağrıyır. Ben senden normal danışıram. Bax sən görsən ki ağzını pozursan. Bax sən indi osturdacam buradan biləsən. Ala bildim uçsunlar, mən nəsə deyirəm. Prosta ki, harda baxar da, için verimcə bir almançı içindən neydi, ipsivit idi, neydi, ona baxır, deyə durun, sik durun bayra. Ekişdillasa olmuşsa fantazide sevgil osturaq. Ala bilsəydim polis için yerindən sikim al bıraxardım sənə. Peysel polisisten oynayabildiğin bir şey oyundan da çıxır. Hakan. Yığılıb radiaqalar, vest istimliaqalar. Tamam baba. Ha. Neyin yayına, lezzetli diyeceğin yayına, kriminalni, varaskoy idealni. Baba şu durumda bile ne düşünüyorsun? Daskanalni vıvı deyirlər, o işte, o gelişte. Baba, Ahmet amcam senin kardeşin, düşmanın değil. Mənə görmürsən, ostura o bir tərəfdəki, osturaq belə. Qrupa yazanda fikrim burada olsun. Tamam baba. Osturaq, Newcastle 3 dənə vurublar, blət. Sizi bilsən nə yiyəcəklər? Bam, bam, bam. Premier Ligada 2-ci Misirli blət. Omar Marmuş. Real'a daldan. Hər zaman stabil və intizamlı oyunu ilə diqqəti cəlb edən və heyəti gənc, lakin təcrübəli oyunculardan ibarət komanda baş məşqçi rəhbərliyi altında Mundialın baş mükafatına sahib çıxdı. Əlavə edək ki, indiyədək Avropanın heç bir təmsilçisi bu qitədə çempionluq sevinci yaşamayıb. Finalda isə Almaniyanın rəqibi təcrübəli millisi oldu. Rio de Janeiro'nun məşhur Maracana stadionunda keçirilən qarşılaşmanı 74.738 tamaşaçı arenadan canlı olaraq izlədi. İlk dəqiqələrdən son ana kimi hər kəsi gərginlik içərisində saxlayan maçda daha çox aktivliyi ilə diqqəti cəlb edirdi. Lakin Cənubi Amerikalılarında müdafiəyə üstünlük verdiyini demək olmaz. Gözəl düşünülmüş kombinasiyalar və dəqiq ötürmələrlə bir neçə dəfə hesabı açmağa yaxın olan Argentina yığması da nə qədər çalışsa da fərqlənə bilmədi. 90 dəqiqə ərzində qalibi müəyyən etmək mümkün olmadığından komandalar iki hissədən ibarət olan ekstra time'dan mübarizə apardılar. Həmin vaxtdan isə daha məhsullar yararlandı. Ələ düşən ilk fürsəti Rodrigo Palacio qaçırınca Mario Götze əsl Alman soyuqqanlığı nümayiş etdirdi. 113-cü dəqiqədə vurulan bu gol maçın yekun nəticəsini müəyyənləşdirdi. Almaniya 1, Argentina 0 və Almaniya kollektivi dünya çempionatının baş mükafatını qazandı. Bununla da Almanlar tarixində 4-cü dəfə Mundialın kubokuna sahib çıxdı.
Oyundan sonra keçirilən ənənəvi mətbuat konferansında komandaların baş məşqçiləri fikirlərini bölüşdülər. Argentina millisinin çalışdırıcısı Alejandro Sabella. Olamaz mı? Mənə demirsən, cırılırdım mən sənə qayıtdım. Təsəvvür elə, Seyid, mən Ramin, Lüsülliyi araq etmişik. Üstündən də gelmişəm Elmancının yanına, şəhərdə oturmuşda Qarabağa baxırdılar. 6 bakallı peyvə etmişəm. Qayıt bir sənə indi fışqırır da başa düşdün. İndi Akif var Elmanın dostu. O gəlir, Amaliyə demişəm, bir də Anuşa demişəm. Görüşmeyi, göre indi mən alınsa, gələm onlara, qayıt bir sənə inir, cırılır. Millisinin baş məşqçi Joachim Löw'ün fikirləri isə belə oldu. Osturaq. Mən deyirəm ki, zəif vaxtda qazandığımız şeylərə bax. Ciddilə belə Premyer Liqada 3-cü yer Çempionlar Liqasından yaxşıdır belədir ki. Deyir ölkədə ən çox klub. Çoxum elə ölkəyə belədir. Ciddilələr belə özlərindən turnir yaradıblar. İlk 5-in odular deyir ki, turnir ərzində ən çox dünyada ən şişirdilmiş, ən üssüz, ən həyasız və özünüz üçün turnir yaratmış, özünüz üçün oynamış. İngiltərə 50 il qoz qoymayıb. İndi biraz reklamı var elə. Deyir ki, ən çox biz udmuş, ən çox. Qozdağımı ki, ən çox udmuş. Ciddilə bilə. Premier Liqa çata bilə. Orada bilə Dinamo Zagreb'da oynayır. Premier Liqada elə komanda oynayır. İkinci liqa oldu. Liqa sistemində də osturdunuz. Yəni sizin həmişə belə kubokda. Oyundan sonra küçələrə axışan Almaniyalı azarkeşlər qələbəni özlərinə məxsus şəkildə bayram etdilər. Kimisi sevinç gözyaşlarını saxlaya bilmir, kimisi qışqırır, böyük qələbənin sevincini başqaları ilə bölüşürdü. Məşhur We Are The Champions mahnısı isə Alman azarkeşlərinin bir növ himninə çevrildi. Halat, bax belə osturdu, Realı götünə qoydu, Erling Haaland. Məğlubiyyəti həzm edə bilməyən Argentinalı azarkeşlər isə paytaxt Buenos Airesin mərkəzi meydanında etiraz aksiyası keçirib. Minlərlə aksiya iştirakçısı komandanın final görüşündəki zəif çıxışına narazılıqlarını bildiriblər. Məğlubiyyətlə razılaşmayan azarkeşlər Buenos Airesin bəzi küçələrini yararsız hala salıblar. Əraziyə gələn aksiya iştirakçılarını dəyənəklərlə sakitləşdirməyə çalışıblar. Ay bilə, çaşıb yenə kapitana səhv qoymuşam. Kim bugün oyunlarını qoymaqdan yenə çaşıb şey qoymuşam. Sabahın oyununa bilə. Sikim üçün ne? Çimərli futbol üzrə Azərbaycan milli komandası Avropa Super finalına vəsqə qazanıb. Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa Çempionatının seçim mərhələsində millimiz ilk oyunda Qazaxıstan yığılmasını 3-1 hesabı ilə məğlub edib. Komandamızın niyyətində qolları və Sabir Allahquliyev vurub. Növbəti oyunda millimiz Estoniya yığmasına, Moldova yığmasına 4-2 hesabı ilə qalib gəlib. Moldova komandasının qapısından topları və Sabir Allahquliyev keçirib. Qeyd edək ki, millimizin iştirak edəcəyi Avropa Superfinalı avqustun 14-dən 17-sinə kimi İspaniyada təşkil olunacaq. Güzel motor. Eski ama bak... Yatanma deməyə bilət. Soxum Dembele'nin ağzına. Peyser Rooney var Soxum onun ağzına böyle əsər verədə. Qırmızı kart aldılar, keçdilər, heç nə olmur. Abi bu teker biraz kabak galiba. Osturaq, özün almışsan, dalma yok. Bence bir bakın. Tedbir iyidir. Taş gibi teker. Hiçbir şey yok. Bir de ben bu işten anlarım diyorsun bana. Bana öyle gelmiş demek ki. Ne tarafa gidiyorsun? Peyser qılını görmüsən bilə. Bu adam Premier Lig provendir. Yani Premier Ligada özünü ispat etmiş. Asturaq, nə vaxt stas atmışam mən. Bir daha pesçə qol bırakmasın belə. Akşam açımsa marağına oturum baxım. Qəşəng. Ayağım. Göt bilət.
Neçə də dənizə gedib gəlmişəm. Belə göt günə düşdüyüm yadıma gəlmir də. Konkret tox günə düşmüşəm. Oy bля. Ne oldu bana? Fitrettin aç da. İyiyim. Allah'a çok şükür. Ama olacağı buydu. Mən 27-dən öz atsanımı qoruyan adam olmuşam. Sən xaricdən gələn kimi məncə peysən zat nə bilim abi. Allah hə, qarın səsi də. Fırça elə bir Manchesterə götdən yedirlər bu lət. Bax gör səni götürə qoymuşam. Sonra deyirsən ki, uşaqlıq dostu belə elə mənə vaxt ayırmısan. Ayırıram, sənin vaxtın yoxdur. Bilməm də kimlə görüşəsən, nə edirsən. Təvazlıq başımdan. Peysər. Daha hızlı gidemiyor musun? Ay belə ostra. Bir fərətdən kəsilsən mənə. Yaşar güclü transferlər eləmişsən ha. Çox zat salmışsan oyuna. Almaz, nə sən? O qədər tozlanmıram ki, ondan aşağı mənə. Durun ne olur durun. Yardım edin. Durun. İyi misiniz? Kardeşim. Ne oldu? Araba yuvarlandı. Ahmet abi. Ne olur. Arkadaşlar sen ilgilensene. Ben de ne yapacağıma bir bakayım. Sabret delikanlı, sabret. Kardeşin kurtulacak inşallah. Hələ o bir sürü digərə bax, Ostraq bilə, dağ ayəsini gətiriblər kluba. Gücdəllah bilə fermadakı o əvvəl ferma oynayırlar, oradakı Strauss kimi qatır. Ostraq bilə qarı göt verən, sən anlayır sənə futboldan. Ostraq bilədir. Sən bura gətirəndə də günah. Gücdəllah bilə hakimi göt başadır. İndi get sikdir bilədir. Gələ La Liga oyunlarına da cəza verilməlidir buna bir də. Gücdəllah bilə o... Sakin ol delikanlı, sakin ol. Allah'ım benim canımı al. Peto. Benzin akıyor. Hemen çık oradan. Lan. Türkiye'de bir ilk. Konuşan bardak. Bu bardak konuşuyor. Konuşan bardağı kaldırdığınızda Osturdum mən. içtikten sonra Elhamdülillah. Baba neden Bismillah dedin? Ostra, Oyarzabal Peyser belə heç nə eləyənmir deyə Manchesterə qarşı, Amorim'in sisteminə qarşı belə. İndi Hollandiyanı görüb götüşüb bilət. Göt çatardı bizə qarşı oynayardı bilət. Ostra, sən seriyanı o donuz fermanızdan eynə tutursan, Jidilla bir liqaya ki bilət Qarnaçonu istəyirlər bilət, Qarnaçora keçmə haqda düşünür. Ostra bilət, sən seriyanı tanıyırsan, heç bilirsən nədir seriya. Alacaq dostu, sən tapdığın yerə mən bir də getmərəm. Əcəmidə aparmışım bizi qəhvəxanaya. günlük hayatın koşturması ve stresi içinde dinimizin en önemli gereklerini bile unutabiliyoruz. Su içerken besmele çekmek ve içtikten sonra şükrün ifadesi olan elhamdülillah demeyi unutmamak için konuşan bardak size en iyi hatırlatıcı olacak. Bismillah. Dede, neden su içmeden önce besmele çekmemiz gerekiyor? Gücdəllah bilə, nə üçün Ostraq bilə, ki bomba sözünü açdın sən. Ama yetib zarafat alınma, yoxlayıram. Belə bizim işimizə gücümüzə vaxtda. Gücdəllah, sən isə kloz adam Ostraq bilə. Ama orada yanında peyser var da, yaxşı düşmür. Yeni istifadeye verilmiş çatı launch bütün Peyser müşterilerinin yolunu gözleyir.
Vüsal'ın elini daşşagına sürtüp sonra yığdığı geryan, sesi götünden çıhan televizorlar. Oturanda götünüzün yere değdiği divanlar hizmetinizde olacak. Amcıkski meyhanalara gülak asmak üçün poh iyi veren kabinetlerimizi istifade edebilirsiniz. Günde bir gehbenin işlediği kolektivimiz sizi memnun etmek üçün götlerinden geleni edecek. Pillekenleri galharken götünüzün cırılmağı garantidir. Eğer gelyanlarımızı beğenmeseniz gelyanı değişmirik. Onun yerine gelyanın turbasını sizin götünüze sokup sizin oğlanlığınızı değişirik. Osturak osturak mahnıları boşarak mazginizi sikip eve gönderirik. İçeri girende ikinci stolda hiç kim oturabilmez. Çünkü orada hemişe Mehdi Özpeyser dostlarıyla oturur. Cemil'in borç alıp sonra gaytarmadığı gicdillak dostu size yüksek seviyede şot yazma hizmeti gösterecek. Kabinetlerimizin biri sabah işlemeyecek. Çünkü orada Tahir'in Putin ile görüşü olacak. Müzaffer. Müzerfır terefinden çatının en güzel yemeği seçilen kızardılmış saçaklı pendir ise Özdağ'da ile sizi ESL kayf yaşatacak. Cemil'in akuyet elediği Ferid'in ise beğenmediği piveleri içerek sehere kimi işeyebilirsiniz. Çatı Lounge cındırların mekanı. Abi siz büyüksünüz. Çünkü Muzaffer'in varlığı. Oy Bülent'e Tumur'un nasıl dözürsen onu cücü dolu oluyor. Zor tabi. Cüceler attığın sese bak bile. Biz bile tuvalete götürüyor yatırsan sesi. Ona sesle. Evet. Çok geç kaldım çok. Ay Götemen, orada bizim ellere yazdım ki o boyda bu sözü demeyəsən, yenə də belə ostura-osturakdan. Siz kim ümumiyyətlə bu havanda, kondisionerdə, dəqiqədə bütün demə günün altı ərazidəyəm. Girirəm kondisionerə, çıxıram istəyə. Göt gün demə bilə, bilmirəm. Götümü yığıram, başım gedir, başımı yığıram, götüm gedir. Oldu işte o əməlli başda yarraq. Sabah reyonun götünə girəcək yarraq. Belə sevinməyin, götünüzlə divara da dırmaşsın, seni keçənməyəcəksiniz, çesin. Müzəffər, sən dəqiq bilirsən ki, o səs ayağından gəlir, bəlkə arxa tərəfindən gəlir. Fədə gəlib qayıracam. Hamınız təcili əskər salamı ilə şəhidinizi çəkin atın qrupa. Liderə salam verilməlidir. Memati, bir tane müşterinin düşürdüm 5 dakika yığıram gözden. Gecdələ Çaş bəyə kontazver liqinə Müzəffərlə mən dirəşdik. Deyəsə ona görə adıyla qoymuşsa Ostraq. Bloklayır. Her şey bir qırarı. Əşrəfin yeni sesini başlayıb bölümlərin. Biraz işləyib gələm evə. Poziliyle YouTube'da olmayacaq. Alayıtı mən bu bilet yerini çıxarmaq daha çətin deyil. Boğazı elə bir ki, belə öskürəndə şey oldu. Onu eləmiş çıxsın, o belə səsli olmuyor biliyor. Belə... Meşə çaqqalsı olmaz da bilər. Bunu özüm də demişəm ki, yəni üz qaramızdır, yəni.
İşte o belə. Bundan məzəlinə bilməlisən belə. Əvvəldən demişəm belə. Çişdi nə hər tərəfdə hər tərəfə mən soxuram. Bu gün belə salaq ast elədi. Üçlü qapıdan qoymuşam belə 9 xan. Bağırmıyorum. Oy. Kaybolmuş herhalde. Ha? İleride köyler var. Onlardan birinden mi çıktı acaba? 5 tane belə danışdım oradan buradan. İşte sikleti getdi. Peki. Mas o sırada basmağa garantili deyə bir il çıxdığında şükür elə ki 2 il çıxmamış. Sylvester Stallone nə var? O nə yaptı? Mən də deyirəm ki, birinci oyun oynamırdı da Marmış. Nə oldu? Səsin pis gəlir. Həyəcanlanmısan? Gelin bakalım haytalar. Abicim. Abim. Yavaş be. Beni üzerek öldüremediniz. Böyle mi öldüreceksiniz? Yetim bir dənə çəkdi. Liliş Oba Market. Bitti. 2 kuruşluk arsa için değer miydi? Və yaxud da Müzəffər zart eləsəydi. Və yaxud da Müzəffər zart eləsəydi. Ay ne oldu size böyle? Cicdullah, oturmuşuq ya oturmağına. Qalyan deməmişik, sənə gözləyirik. Gələcəksənsə, digər qalyanda. Ay qurban olum, niye dağıdırsan divanı? Ha, peşi evdəyəm, uzanmışam. Peşi bizdə deyə biraz ola get. Mən də deyirəm ki, birinci oyun oynamırdı da Marmış. Nə oldu? Səsin pis gəlir. Həyəcanlanmısan? Arı uşaqları çağırıb hər birinə bir parça yağ yaxması verir və cırtdanı onlara tapşırır. Orada nəyə görə adam rəyiblanır? Neysə otursan, götürəcək adamın üstündən. Hacıdan. Amori mirası, blət. Hər gün belə əzab şəklində, yəni sənə əzab olacaq. Çatmadı? Yox. Uf, çatmadı. Oy, bala! Hə, dərhməni çox götürə. Qal. Cırtdan uşaqlardan birinin belinə çıxdı və uşaqlar yola davam etdilər. Siktir ha bu tarafa. O hər şey qalxa gedir. Raskolun qabağının almaq olmuş. Biləd, Liverpool da başımıza işləyib də daha. Nənəm sizə yağ yaxması verdi ki, mənim də odunumu gətirəsiniz. Uşaqlar əlacsız qalıb bunun da odununu götürürlər. Bir xeyli yol getdikdən sonra axşam olur. Qaranlıq düşür və uşaqlar yolu azırlar. Görürlər ki, bir tərəfdən Kobe Mayno. yürür, bir tərəfdən isə işıq gəlir. Terrors go go go. Terrors go go go. Əvvəl göt videoları hardan tapsan yenə. Klubun da göt kimi, özün də göt kimi.
Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxırlar. Hər yaş qayla yerindəyiz. Onu da deyim ki, boş avtobusda neçədir? Ayaq üstə getməyən nətər olur. Şey deyim. Birinci o USB flaşkanı tanısan. Sarın götün əldən getdi, yaşa! Sonra daldan. Heç də 4 gün bundan qabaq elə bir ürəyimi nəsə damda durdum, getdim qızın evinə. Qız götürdü. Getdim, gördüm. Bir dənə oğlandı qapıda dayanıb. Girdim, bunu bastım, döydüm evin içində. Telefonu aldım əlimdən, zəng gəldi telefona. Götürdüm. Dedim, mən kimsən? Sən kimsən? Dedim, 19-a yaşadı. Bir bəs 2 ayda hardaydım. Attığım videolarda göt kimi. Dedim, elə burada. Gəl. Gəldilər 4 nəfər. Mən tək. Gecədən biraz keçəndən sonra div uşaqların yatıb yatmadığını bilmək üçün otağa girir. Danışan yerdə qız gəldi, girdim onun qoluna, başladım qızı döyməyim uyuyandı. Qarışdım. Qaqışdan heç bir heç demədi mənə. Döydüm məhəllənin ortasından, özə düşdüm. Oradan çıxdım, gəldim, eşə keçmişdim. Səhər klublarda dava saldım, yenə düşdüm bölməyə. Belə. Ya qəşəng sağlı belli edilən yerdə qız alınmış. Bir xəlbir götürüb çarəsiz halda çaya su gətirməyə gedir. Biri atıp dallıbayıb bile. Mənim adımdan götürüb qızlara yazır. Petuh, cicdillah. Yazmışam mən cicdillah Simona, tezələ Simona cavab vermir. Axırda götürdüm, orada şeklimi paylaşmışdı. Altına yazdım. Bu div bizi yemək istəyir. Qalxın, qaçaq. Oy bilək. Yaxşı qaqaş, saat 10-cu PlayStation otağında saxlayıram sənə. Heç keç zahid eləməyib, boşdur kakras. Buyur. Yaxşı, nə olub, niyə əsəbləşsən, cavab verirlər. Bilməsən falatlar. Deməz ki, kimsən falatlığı Simona, Petuh. Niyə kömək edim ki? Deyirəm, danış da, xiyar belə 2 gündən bir yazırsan, dalbaya bax. Mas buradayım mən də, maşını saxladım elə, gələm. Şey elə də, sən kimizik, yoxsa pesidə gəlir? Cırtdanın sözünə inanıb gedib bir dəyirman daşı tapıb boynuna keçirir. Özünü suya salır və suda boğulur. Cırtdanın köməyi ilə divdən canlarını qurtaran uşaqlar sağ-salamat evlərinə qayıdırlar. Yaptığınız bağış onların eğitimlerini sağlayacak. Hepsi sizin duacınız olacak Mustafa Bey. Sağ olun. Berhudar ol. Kardeşlerim sağ olsun. Bu kararı birlikte verdik. Kalbimizde herkesin oturabileceği bir sandalye bulunmalı. Kasımda, istəyirsən başında. Cəbil salam, necəsən, nə var, nə bura? Cəmil, bir dənə Yaşara deyə bilərsən, mənlə əlaqə saxlasın. Bilə, bir də siksin ya. Moruqlu. Bir də qara qatlı zatlı bir şey cətsin, nanə vurmasın, sərinlik olsun, nanə olmasın. Bax, deyirəm ha, qabatçadan. Salih'im, her şeyin dizgini Allah'ın elindedir. Onun izni olmadan ne bir adım atılır, ne de olunan yerde kalınır. Ha, 5-6 gün nədir? Məzələnsən, sənə 5-6 gün. Xiyar, demədin gəlmişəm yayızada, hamısın burada olacaq. Ay Petuh, yekə oğlansan, 5-6 gün mən səninlə nə görüşəcəm? Ayıb deyil. Nasıl okumalı o zaman bu hadiseyi? Qardaşım, sən ad gündə içməlisə, o ad gün sayılmır, brat. Mən də gəlirəm flash mobun məşqinə. Bildim də flash mob asmışam. Ama durasdır da buradan banklara göndərsiniz. Kız çox qozundan. Təvnə biletlərini danışıram. Nə bilim, işi zal danışıram, bilək gəlir, osturaq. Yaxşımaz. Bir dənə koefisiyent görmüşəm, bilət. %99% da. Ajax'la Galatasaray'ın oynadı. Galatasaray'ın oyun boyu 2 dəfə offside-a düşməyinə 2 nə qədər verir. Ay bilə. Yəni getdi öyle hardır göt oyuncu var, 2 oyunda gol vurub deyə, ay bilə.